Müasir dövrdə sürətli həyat tempi, texnologiyaların inkişafı fonunda İslamın mənəvi dəyərləri, yəni səbir, şükür və qənaət, bunları necə qoruyub saxlamaq olar? Çünki axı bu texnologiyalar avtomatik şəkildə insanlardan daha sürətli reaksiyalar tələb edir, artıq uzun yazılar oxunmur və o sosial mediadakı status kültürü nəticəsində insanlar normal, hətta analitik təhlil yazılarına belə artıq baxmamağa başlayıblar. Buyurun. Dəyərli Tural müəllim, şəxsinizdə biz də dəyərli izləyicilərimizi Allahın o gözəl salamı ilə salamlayırıq. Bəli, dünyamız sürətlə axıb gedir. Dünya seli qarşısında dayanmaq imkanımız yox. Sadəcə bu seli axirət dənizinə yönətmə imkanımız var. Cənnətə mi, cəhənnəmə mi? Əlbəttə ki, texnologiyanın bir təməli var. Bunun bir sürəti var. Bu da insan məhsuludur, insanın beyin məhsuludur. Yəni, texnologiya nə qədər tərəqqi etsə də, zirvəyə dırmanıb çıxsa da, yenə insan beyninin məhsul olaraq əslində bir rəhmət əsintisidir. Bu baxımdan insanın əslində bu həyatın içərisindəki bu axına səbirlə, təmkinlə cavab verməsi onun insanlıq tərəfidir. Bizim inancımız, etiqadımız və həyata, kainata bağlılığımız nə qədər möhkəmdirsə, bu o deməkdir ki, bizim texnika qarşısında da davranışımız, duruşumuz o qədər möhkəm olacaq. Odur ki, insanın əslində bütün hadisələr qarşısında çıxan sürprizlər var həyat yolunda. Çünki bu dünya bir səfərdir. Biz səfərə çıxırıq və qarşımıza nələrin çıxıb-çıxmayacağını da təxmin edə bilmirik. Bəlkə də insan analitik bir mülahizə içərisində 5 ildən, 10 ildən sonra başına gələcək hadisələri, dünya aləmində baş verən hadisələri müəyyən mənada bir ələkdən keçirə bilər, təxminləri ola bilər. Amma hər şey bizim təyinatımızla, təqdir etdiyimiz ölçülər içərisində deyil. Çünki anında dəyişən çox şeylər var. Bu baxımdan istər insan həkim olsun, istər hakim olsun, bu dünya içərisində kitab belə söylür ki, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي كَبَدٍ deyir, biz insanı çətinlik içərisində yaratmışıq. Baxın, yaşadığımız bu dünya kainatdan asılmış bir beşikdir. Əslində onun ipi Quran-ı Kərimdir. İnsanlıq ailəsi bu beşiyin içərisində 5 milyard yaşı olan yer kürəsi milyardlar ildir ki, günəşin ətrafına dolanar, gələr, gedər. Fəsillər yaranar və öz ətrafına dolanması ilə gecə-gündüz yaranar. Amma bizim üçün çox adidir. Biz fikirləşirik ki, günəş batacaq, əslində günəş batmır. Bizim üçün günəş batır, yenidən doğur və həyat yenidən açılır, gecəsi olur, günüzü olur. Və eyni zamanda kitab bizə başqa bir iltimas imkanı verir. Deyir ki, innəməl usuru yusura. Hər çətinlikdən sonra bir asanlıq olacaq. Deməli, insana davamlı kitabın, yəni həyat kitabı olan Quran-ı Kərimin verdiyi mesajların əsasında insan o səbir ruhunu, səbir xislətini, səbir ədəbini və əxlaqını özünə hopdurmağa çalışır və təbii ki, deyir ki, mənim istər istəyim, istər də istəməyim, günəş vaxtında öz dövrünü edəcək, yer kürəsi öz dövranını edəcək və mənə düşən mənim bir vəzifəm var. Mənim də insanlıq vəzifəm var. Baxın, burada görürük ki, bu texniki imkanların içərisində, məsələn, bağışlarsa bir toyuq yumurta verir. O verdiyi yumurtanın içərisində sarı başqadır, ağı başqadır. İçərisində oksigen var. 21 günlük bir, belə deyək, cücənin qidası onun içərisindədir. Proqramlaşdırılmış bir həyat var. Və eyni zamanda bir inəyi düşünün ki, ot yeyir, insana süd verir, kalsiyum tərkibli. O inək bilmir ki, onun südündən biz istifadə edəcəyik. O toyuq da bilmir ki, onun yumurtasından biz yararlanacağıq. Amma onları bu həyata göndərən birisi var. Odur ki, bu bilgi, bu mərifət insanda dediyiniz o dərin şükranlıq hissini ortaya qoyur. Bir tərəfdən səbir ipindən, digər tərəfdən şükür ipindən tutan insanın həyat yolu daim müstəqim olar.